dostların birinin tərəfindən mücahidin xalqın haqqında, xüsusən bir mücahidin xalqı üzvünün bir müəyyən ifadəsi haqqında mənə bir sual verilmişdi və mən o suala verdiyim cavabı başqa dostlarla paylaşmada bir fayda görürəm. Bu danışığımın devamında gələn o suala verdiğim cevaptır. حالا من یه سوال دارم. میخوام ببینم طی این 45 سال به غیر از مجاهدین که این همه خون از تنشون چکیده کسی دیگه مبارزه کرده واقعا؟ آیا مبارزهشون ادامه داره؟ اینا کجا؟ پس من به عنوان یک هموطن ایرانی موظفم که از طرح 10 ماده‌ای خانم مریم رجوی برای ایران آزاد فردا حمایت کنم. اون طرحی که زنان آزاد هیچ تفاوتی بین احزاب دیگه نداره، آرائشون بایستی حرف بزنه، عملکردشون باید حرف بزنه. آیا کسی دیگه به جز اینها این کار رو کرده یا نه؟ خب Selam bəy, ümid edirəm ki, yaxşısınız. Amma bu klip haqda bir ağa eşidənlərini sual qarşısında qoyur. Acaba mücahidin xalq ilə İran rejimi ilə mübarizədə başqa qurumları və cərəyanları sual altına qoyur. Ya bir sual verir ki, acaba mücahidin xalq ki, keçən 40 ildə bu qədər şəhid veriblər və candan maya qoyublar. Başqa bir quruq və ya başqa bir hizbə təşkilat və ya başqa bir cərəyan vardır ki, bu miqyasda, bu əndazədə İran rejimi ilə mübarizədə candan və qandan maya qoyub, sərmayə qoyublarmı? Bu baxış pəncərəsinə və ya bu suala baxdığımızda məntiqən, əqlən və teorikən, siyasi teoriya dayandığımızda hər kim çox qan və ya can veribdir deyə daha haqlıymış və qanı və ya canı az verənlər haqsız imişlər kimi dəyərləndirmə kökündən yanlışdır. Bu yanlış məntiqə yüzlərcə cavab tapmaq olar siyasət tarixində. Talibanlar və ya ondan qabaqca mücahidlər, yəni İslami mücahidlər Əfqanistanda bir sekulər və adı sosialist deyək, amma otoriter devlətə qarşı nə qədər can və qan verdilər və Əfqanistanı 40 il savaşın içində saxladılar. Və həman Talibanlar bu mücadiləni o qədər qan və can verəndən sonra qazandılar, amma Əfqanistanı hara götürdülər? Yəni bir siyasi quruh İran kimi ölkədə, xüsusən o ölkədə silahlı mücadilənin son aşamalarda yalnız şikəstə uğramaların gördüyümüzdə mücahidin xalqın silaha söykənməsi 60-cı illərdə hangi sədmə və ziyanları ümumiyyətdə siyasi mücadiləyə vermişdir deyə düşünmək və hətta onu araşdırmaq lazımdır. Yəni, əgər mücahidin xalq siyasi mücadiləyə rejim ilə devam edeydilər, yəni müsəllahanə mücadilə deyil, bəlkə yalnız siyasi şivə və mücadiləyə əl qoysaydılar, bugün mücahidinin nə qədər zayiatı insan cəhətindən ola bilərdi? Acaba mücahidin o zamandan yalnız siyasi mücadiləyə devam edeydi və silahlı mücadilədən uzaqda dursaydı, həqiqətən neçə insan bugün mücahidin xalq təşkilatından edama getmişdi? Bunu hər kəs bilir ki, silahlı mücadilə meydana gəlməsəydi, İran rejiminin siyasi baskıları devam edəcəkdi. Amma siyasi edamların sayısı qat-qat bundan az olacaqdı. Yəni, hər siyasi hərəkətin ya siyasi təşkilatın qərar verdiyi mücadilə şivəsi o mücadilənin verdiyi zərərlərdə şərikdir. Əlbəttə burada bunu izah eləmək lazımdır ki, İran rejimi, yəni mollaların rejimi cinayət sahəsində bu dünyada ən geniş cinayət törədən bir rejimdir. Orada heç bir quşku yoxdur. Amma siyasi mücadilədə əgər güc savaşıdır, əgər güc savaşı İran rejiminin qarşısında yalnız siyasi şivə ilə devam edirdi,
əlbəttə ki, toplumda edam cəzasının yer açmasında böyük bir əngəl törədirdi. Yəni, demirəm edam olmazdı, amma bu rahatlıqda, bu genişlikdə və bu sayıda edam məsələsinin meydana gəlməsi mümkün değildir. Mümkündür burada bir sual icad ola ki, güya rejim mesela yumuşaq davranacaqmış deyə. Xeyr, bu rejimdə hətta mənim nəzərimlə bu günə qədər də bu rejimin nə qədər geniş cinayətlərə kapasite və zərfiyyəti vardır deyə, yəni bu günə qədər etdiyi cinayətlərdən çox böyük qapsamda cinayət edən bir rejimdir deyə düşünürəm. Amma İran rejimi ilə, mollaların rejimi ilə onun müxalifəti, yəni onun qarşısında duran siyasi qüvvənin dialektikinin içindən silahlı mücadilə olsa daha çox qan tökülür, siyasi mücadilə olsa o qanın tökülməsi bir dərəcədə, müəyyən dərəcədə və hətta mən deyərəm mühüm dərəcədə insanların canının yaxmasını azaldar. Elə mücahidinin özünü nəzərdə alsaq, silahlı mücadiləyə söykənmə çoxlu mücahidlərin canın aldı ki, heç silahla heç bir ilgisi yoxdur. Yalnız zehnində bir şey vardı. Əməldə də meydana gelib silahdan istifadə eləməmişdi. Hətta uşaqlar belə silahdan istifadə eləməmişdilər, amma mücahidinə mənsub olurdular və mücahidin üçün silahlı şivə ilə mücadiləyə və mübarizəyə devam edirlər, edam oldu. Halbuki siyasi mücadilə devam etsəydi, o kəsim ki, heç silahla əlaqələri yoxdur, silahlı mücadilədə istəmirdilər və fəqət siyasi mübarizənin içində olmaq istədilər və siyasi mübarizənin içindəydilər belə, edam olmayacaqdılar da. Burada bir başqa sualda, yəni çox ciddi bir sualda meydana gəlir ki, o insanı ki mücahid üzvidir və mücahidin xəlqin mesajını göndərir. Ondan bunu sormaq lazımdır ki, acaba sizin silahlı mücadiləyə sevkənməniz, yəni mücahidin xəlqin silahlı mücadilənin davamı İran rejimi ilə İran xalqlarına demokrasi mücadiləsində hangi yardımı edibdir? Əgərsə biz mücahidin xalqın səfində olan insanların canının itirməsi və edam olmaları xalqların demokrasi mücadiləsində bir müsbət etkisi vardı, bir türlü dəyərləndirmək olar ki, bu qədər insanların canını itirməsi və ya edam olanlar demokrasi mücadiləsində İran rejimi ilə hangi faydaları, hangi dəyərləri və ya hangi hədəfləri əldə ediblər ki, o qədər can vermə silahlı mücadilə ilə bu hədəfə varmada algılansın. Yəni deyək 500 insanın canını vermişik və onun əsərində bir addım demokrasiyə tərəf irəli getmişik. Xalqların mübarizəsini gücləndirmişik. Xalqların siyasi hərəkətləri arasında bir ortam və yaxınlaşma icad etmişik. İranın tamam bölgələrində İran rejiminə qarşı gedən mücadilələrdə müştərək bir dayanışma həmbəstəci icad etmişik. Əgər o edamlar bu sonuçlara səbəb olursa, silaha söykənən mücadilədə verilən canların bəlkə dəyəri olaydı. Amma indi 40 ildən sonra baxdığımızda silahlı mücadiləsinin nəticəsinə mücahidin xalq siyasi mübarizədə demokrasi üçün bir münzəvi qrupdur, bir təkror qrupdur. Qeyri-mücahidlərə qarşı təhqir gözü ilə baxmaqdadır. Həm mücahidin xalq gözündən başqa mücadilə və mübarizə edənlər heçə sayılır, həm başqaları, yəni mücahidin xalqın qarşısında olan güclər mücahidin xalqı heçə sayır. Yəni mücahidin xalqı bu mübarizədə birlik, yaxınlıq, dayanışma və ən önəmlisi İran rejiminin qarşısında İran toplumunda siyasi bir güclü cibhənin meydana gəlməsində bir rolu varmış deyə baxanda cavab bir negativ cavab çıxır. Yəni mücahidin xalqın silahlı mücadiləyə dayanması bu təşkilatı xalqdan ayırdı, bu təşkilatı Səddam Hüseyn ilə yaxınlaşdırdı
və təşkilatın içi bir otoriter model tapdı. Rəcəvi o uca rəhbər səndəlisinə oturdu ki, kimsə ondan qiyas halına gəlməz bir durumda oldu. Və bu vasitədə hətta öz təşkilatının içində, belə mücahidin xalqın içində ciddi gərginliklər meydana gəldi. Məsələ, Məsudun Məryəmlə evlənməsi, birindən boşanıb bundan evlənməsinə plan döymə ciddicə sorunlara təşkilatın içində və o təşkilatın eşiyində çox mənfi və negativ zehniyyətlər yaratdı. Yəni, əməldə mücahidini daha çox inzivaya sürüklədi. Gün keçdikcə mücahidin xalqın içində dinçilik və dinə girayiş, Qur'ana və sünnətə sevkənmə, İmam Hüseynə, Fatimiyə, Zəhraya sinə vurub və İmam Hüseynin ələmlərini siyasi mücadilə və mübarizə ələmləri kimi dalgalanmağa qədər önə getdi. Əgərsə bugün geriyə baxdığımızda mücahidin xalqın silaha sevkənərək mübarizəsini və ondan mücahidinin özünə və mücahidindən xaric İranda yaşayan topluma və İranda xalqların mücadiləsinə verilən ziyanları diqqət mərkəzinə alırsaq, mücahidin xalqın mübarizəsi bugün də çox ciddi quşqu ilə izlənir. Məryəm-i Əzdanlunun ki, Məsudla evlənməklə Məryəm-i Rəcəvi oldu. Yəni, İranda yalnız bir modern adəti ki, qadınlar evlənəndə öz adların və soyadların qoruyurlar bir modern ənənə kimi. Məryəmin Əzdanlusu götürüb Rəcəvi adlananda Avropada geriyə qalmış feodallıqdan qadın evlənəndə soyadın itirir deyə bu ənənəni həm topluma, həm siyasi düşüncəyə empoza etməyə çalışdı, amma əlbəttə ki, sonuçsuz bir çalışma idi. Və Məryəm-i Rəcəvinin 10 maddəlik bəyaniyəsinə gəldiyimizdə, əcəba siyasi rəhbərlərin verdiyi bəyannamələr necə inandırıcı ola bilir? Hangi faktora dayanaraq bir siyasi təşkilatın verdiyi bəyaniyəni daha çox inandırıcı qıla bilir? Siyasi əməl, siyasi tarix və o təşkilatın toplumsal pratikası göstərir ki, əcəba bu verilən vədələr əməl olacaqmı, yoxsa yox, yalnız cəlb edici olmaq üçün bu vədələr, bu türlü bəyannamələrdə meydana gəlir. Burada unutmayalım ki, Məryəm Rəcəvinin 10 maddəsində bir maddə vardı ki, mücahidin xalqı başqa mərkəz təşkilatlarından bir balaca ayırır. Məryəm Rəcəvi deyir ki, xalqlar İranda öz bölgələrin, iyalətlərin idarə etmədə haqları vardır. Yəni, bir türlü bir xudmuxtarlığı qeyri-fars məntəqələrə qəbul edir. Bu baxış açısı Fars xalqını, ya Fars dövlətçiliyini bir üstün mövqedə tutaraq, o dövlət qeyri-fars xalqlara xudmuxtar bir sistemin o bölgələrdə bərpa olmasına izin verir, ya onlara o cür bir xudmuxtarın olmasına haqlı bilir. Bu teorinin mahiyyətən istimari mahiyyəti olmasını aydınca görmək olur. Bir İran dövləti var, yəni Fars mahiyyətli bir İran dövləti ki, qeyri-farslara öz bölgələrində xudmuxtarlığın verməsini arzu edir. Amma demokrasiyə və bərabərliyə baxdığımızda, siyasət bu açıdan açılırdısa, İranda xalqların bərabərliyi bir siyasətə çevrilməli idi. Yəni aşağıdan yuxarıya qurulan demokrasi. Halbuki mücahidin xalq istəyən demokrasi yuxarıdan aşağıya gələn demokrasidir. Yəni iqtidar gərayana bir demokrasidir. Yuxarıdan təyin olan demokrasidir. Əcəba yuxarıdan təyin olan demokrasi yolun başlanğıcında, yolun yarısında və hətta yolun sonunda son verilə bilirmi?
Əlbəttə ki, son verilir. Çünki qərar üstdən verilir. Düzgün demokrasidə aşağıdan yuxarıya güc strukturu qurulur. Ona görə üstdən aşağıya o aşağıdan qurulan demokrasini ləğv eləməyə hökm gələ bilməz. Çünki aşağıdan yuxarıya qurulubdur. Bu konuyu başqa yerdə dərinləşərik. Amma hər halükarda mücahidin xalqi başqa mərkəz qrupları ilə qiyas edəndə bir pozitiv nöqtə xalqlara sözdə, diqqət edin, sözdə qail olubdur. Sözdə qail olma, əməldə qail olacaq digəri göstərməz. Məşrutiyyət devrimində bu haqq anayasaya da girdi. Qanun əsaslı da yazıldı. Əsl Əncümənhay İyaləti Vilayəti qanuna keçdi, amma əməl eləmədilər. Buna görə əgər qanuna keçmiş bir istək və tələbi əməl eləmirsələrsə, verilən vədəni əməl eləməmə daha rahatdır ki. Bu arada bir istisnalar da vardır. Mesela İranda, yəni mərkəz qrupları ilə müqayisədə İran Sol Partiyası geçən konqresində, ən son konqresində bir il bundan qabaq federalizmi İrana təkcə demokrasi gətirən bir sistem kimi qəbul etdi və bərnaməsinə keçirdi. Yəni İranın Sol Partiyası mücahidin xalqdən teorida, bərnamədə qat-qat qabaqdır. Yine sözləri yekunlaşdırmaq üçün qeydim əvvəldə o mücahidin verdiyi mesaja. Orada daha çox edamlı vermişik deyə haqlıyıq kimi qələmə verir. Orada biraz aydınlaşdırdım ki, daha çox edam vermək daha haqq qazandırmır. Bəlkə hətta haqsız olmanı da bir cürlüyü göstərə bilər ki, danışığımda ona biraz bəzi nümunələr də gətirdim. İkinci səbəbi isə Məryəm Rəcəvinin 10 maddəsidir. Bu 10 maddə yalnız vədədir. Bir sənədə keçməmişdir. İran içində qanuna çevrilməmişdir. Bu vədənin yeri indi yox, anayasanı yazılanda anayasara bu maddələr keçməlidir deyə meydana gəlirsə, əlbəttə ki, orada yalnız o fikir deyil də onun gəlişmə formu, yəni federalizmi, əgər federalizmə dəstək verirsə, əlbəttə ki, orada mücahidin xalqin bu dəstəyini qəbul etmək əlbəttə ki, lazımdır. Amma və lakin mücahidin xalqin əlinə həqiqətən İranın, məsələ deyək, %60, %70 gücü, siyasi gücü onun əlinə düşürsə, belə bir haqları qeyri-fars xalqlara qəbul edib anayasaya keçəcəkmi? Mən çox böyük bir quşquyla deyirəm, yox, elə bir şey olmayacaqdır. Amma bir başqa bir fəza var. Əgərsə İran rejimi getdi və mücahidin xalq o gücü ki təsəvvür edilir vardı, siyasət meydanında gördü ki, yox, o gücü yoxdur. Zəif bir gücdür. Qarşısında mesela səltənətçilər daha güclücə dayanır və ya fars millətçiləri daha güclücə bunların qarşısında, yəni mücahidin xalqın qarşısında bir siyasi güc oluşturub ki, mücahidin xalqın siyasət oynamasına belə fəza yaratmır. Və hətta gələcək anayasanın yazılmasında belə mücahidin xalq mümkün deyil, öz rəyləri ilə eləyə bilməyə o anayasaya ciddi təsir qoya. Orada, diqqət edin, o cürsi bir şəraitdə, yəni zəif olduğu bir şəraitdə xalqların həqlərini rəsmiyyətə tanıması, yəni xalqların siyasi güclərindən güc almaq üçün meydana gəlməsinə inanıram. Yəni o zaman ki, mücahidin özünü zəif hiss etdi, mərkəzdə nasyonalisti güclərin qarşısında bir güclücə meydanda olsun deyə qeyri-fars xalqların siyasi hərəkətlərinə yaxınlaşıb, onların tələblərinə okey verəcək ki, onlar, yəni mücahidin xalq, qeyri-fars xalqların siyasi gücləri ilə bərabər yuyub anayasanı yazmada məclisdə daha çox çoxunluqda olsunlar. Mücahidin xalq zəif durumda qeyri-fars xalqların bölgəsindən alan güclərlə və ya yaxınlaşmaqla və ya onların haqqın rəsmiyyətə tanınmaqla böyük bir gücə çevrilməsinə sarı getməsinə inanıram. Bu normal bir siyasi gəlişmədə, bir siyasi təşkilatın dəqiq olması və güclənməsinə səbəb olmasına şərait yaradır. Dəli orada özü deyil yalnız güclənir. Özü o müttəhidləri ilə kimin qarşısında güclənir?
mərkəz nasionalistlərin qarşısında ki, əlbəttə orada elə bir durum gəlsə, qeyri-farz xalqlar o dəstəyi qəbul etməyə də əlbəttə normal qəbul edəcəklər ki, özləri güclənib və tələblərini anayasaya geçsinlər. Bu adın çəkdiyim şəraitlə indinin şəraiti kökündən bir-biri ilə fərqlənir. Yəni, mən indi yalnız gələcəkdə olan ehtimalları dəyərləndirdim. Bu günə gəldiyimizdə Mücahidin xalqin yapısı şiddətlə otoriter və ideolojik bir qrupdur. Mücahidin xalqin iç yapısında elə o silahlı mücadiləyə sevkənərək əsla və əbəda demokratik bir durum yoxdur. Demokratik bir yapımı olmayan təşkilat necə bir toplumda demokrasinin gerçəkləşməsinə və ya demokrasinin qurulmasına yardım edə bilər? Elə buna görə də, yəni Mücahidin xalqin iç yapısı, qanlı tarixi, otoriter və ideolojik bir təşkilata çevrilməsi, inzivada mərmuz siyasətin yürütməsi, məsələn, eşikdə təzahüratlarda başqaları ilə bərabər yürüməyə heç zaman iqdam etmir, amma daima Amerikanın və ya başqa ölkələrinin mühüm məmurlarını konferanslarında çox böyük pullarla ağırlayır və özünə xalqın içində pozisyon qazanma deyil, xarici devlətlərin məqamlarının yanında pozisyon qazanmağa çalışır. Bu özü də Mücahidin xalqin İranda siyasi gücü əldə etmədə xalqa dayanma deyil, xarici devlətlərə sevkənməklə əldə etməsini göstərir. Əcəba belə bir siyasi təşkilat demokratik təşkilat ola bilirmi? Və əgərsə bir təşkilatın demokratik yapısı yoxdursa, demokratik planı, proqramı yoxdursa, demokratik yollarla o siyasi gücü əldə etməyə çalışmırsa, belə bir mərmuz təşkilatdan himayət etmə mümkünmü? Və əgərsə belə bir qrupdan himayət olursa, hangi sonuclara toplumda vara bilər deyə düşünə bilərsinizmi? Məsələn, nümunə üçün deyək ki, 57-ci ildə Xumeyni rəhbərliyində şah rejiminə qarşı çox ciddi irəliləmə oldu və Xumeyni bilamünazə bir rəhbərə çevrildi. O aşamada ağır və dərin düşünən siyasi güclər Xumeyni ilə müxalifət mövqedə və onun pozisyonunu zəiflətməyə çalışsaydılar, daha dəqiq siyasət aparırdılar ya yox, ondan himayət etsəydilər. Himayət edənlərin nəticəsini Xumeyninin qurduğu hakimiyyəti gördük və onun tarixi də gözümüzün önündədir. Amma o aşamada Xumeynidən səfin ayıranlar və Xumeynini təzif etməyə çalışanlar həman İranın gələcəyində bir demokratik hakimiyyətin qurulmasına bir çaba idi. Amma İranın tarixində 57-ci ildə və ya 58-ci həba bir çalışma idi. Üçün dinçilər və onların başında Xumeyni tamam mücadilə səngərlərini fəth etmişlər, qazanmışlar və İranda olan cəhlin və bilməzliyin üstünə ayağın qoyub və hakimiyyətlərin İran İslam Cumhuriyyətini qurmaqla təmin etmişdirlər. Biraz uzandı, amma hər halda Mücahidin xalqin haqqında daha çox söz və konuşmalar lazımdır. Hər halda bu qədər bizim bu söhbətimizə yetər deyə düşünürəm. Umuram söhbətin biraz uzun olması üçün mənə də bağışlayasınız.